Videonu izleyen hər kəsə salam. Bu günlərim sizə idi imiş isənin fərqləndirilməsini daha asan yolla necə fərqləndirə bilərik? Bax, bunu izah eləməyə çalışacağam. Deməli, bilirik ki, idinin qısaldılmışı d, amonimlik təşkil eləyir şuhudi keçmiş zamanı. İsənin qısaldılmışı mış, amonimlik təşkil eləyir nəqli keçmiş zamanla, nəqli. İsənin qısaldılmışı sa isə amonimlik təşkil eləyir feilin şərt şəklini. Deməli, biz bunları fərqləndirməliyik. Nə zaman şuhudidir, nə zaman ididir, nə zaman imişdir, nə zaman nəqli keçmiş zamandır, nə zaman şərtdir, nə zaman isə hissəcidir. Bilirik ki, şuhudi keçmiş, nəqli keçmiş və yaxud da şərt şəkli feilin təsriflənən formalarıdır. Yəni, bizə burada təsriflənən feildə fərqləndirmək lazımdır. Baxırıq, əgər d, mış, sadan əvvəl hər hansısa bir zaman şəkilçisi ya da feilin şəkilçisi, yəni arzunun, lazımın, vacibin, şərtin şəkilçisi varsa, deməli ki, onda işlənmiş d-mışsa hissəcikdir. Çünki bir feildə iki zaman yaxud da iki şəkil ola bilməz. Ona görə də ikisi varsa, birinci gələn zamandır yaxud da şəkildir, ikinci gələn isə hissəcikdir. Gəlin nümunələrlə baxaq. Yazdıqlarım mənim idilərə aid nümunələrdir. İndi gəlin nümunə üzərində işləyək. Sözün kökü gəl. Şəkilçi ir. Burada bir dənə ir var. Deməli ki, bu ir indiki zamandır. Onda d nə olacaq? İdi hissəci olacaq. Çünki zamandan sonra gəlibdir. Burada isə sözün kökü gəl, d var. Özündən əvvəl zaman şəkilçi yoxdur. Deməli, özü zaman şəkilçidir. Sözün kökü gəl, malı vacibin şəkilçisidir, d hissəcikdir. Nəyə görə vacibdən sonra gələndə hissəci olur? Çünki malı vacibi formalaşdırdı. D da olsa şuhudi keçmiş, yəni zaman şəkilçisi olanlar həmişə feilin xəbər şəklini formalaşdırır. Bir feildə də iki şəkil ola bilməz. Birinci gələn, yəni malı şəkili formalaşdırdı, vacibi d artıq hissəci olacaqdır. Və yaxud da gələk bura. Sözün kökü gəlmək, ir, burada imişi vermişəm. İndiki zaman şəkilçisidir. Xəbər formalaşdı artıq, mış artıq imiş hissəci olacaq. Burada isə sözün kökü gəlmək, mış birbaşa feilin başlanğıc formasına artırılıbdır. Yəni, həmişə zaman başlanğıc formaya artırılır deyə bir şey yoxdur. Buranı qarışdırmayaq. Sadəcə özündən əvvəl zaman şəkilçisi yoxdur, şəkil şəkilçisi yoxdur. Deməli, özü zamandır. Sözün kökü gəl, malı vacib şəklidir, mış isə imiş hissəcidir. Ona görə də vacib şəkli var, deməli ki, özündən sonra gələn imiş hissəciyi olacaqdır. Və yaxud da gəlirik bura. Sözün kökü gəlmək, ir zaman, demək ki, sa hissəci olacaq. Sözün kökü gəlmək, sa. Sadan əvvəl zaman yoxdur, şəkil yoxdur. Demək ki, bu özü şərt şəklinin şəkilçisidir. Sözün kökü gəlmək, malı vacibdir. Burada şəxs sonluğu işlənir. Çünki isə həmişə şəxs sonluğundan sonra işlənir. Şəxs sonluğu, sonra isə sa, isə hissəciyi. Əsas odur ki, yəni önəmli olan odur ki, əvvəlində vacib şəklinin şəkilçisi var, malı məli var. Deməli ki, o hissəci olacaqdır. Bu qayda aiddir bizim təsriflənən feillərə. Bəs yerdə qalan məqamlarda. Baxın, əgər siz prediqativlərin üstündə d-mışsa görərsinizsə, 100% hissəcikdir. Nəyə görə? Çünki onlar feil deyil ki, zaman şəkilçisi qəbul eləsin. Məsəl üçün, yazıram bura, işim vardı. İşim vardı. Buradakı d nə olacaq? Hissəci olacaqdır. İdi hissəciyin qısaldılmışı. Nəyə görə? Çünki feil deyil də, yenə təkrarlayıram. Hissəci ola bilər. Feil olmadığına görə zaman ola bilməz. Və yaxud da eyni qayda ad qrupu nitq hissələrində, isimdə, sifətdə, sayda, əvəzlikdə, zərfdə görərsinizsə, bilin ki, dəqiq hissəcikdir. D-mışsa. Düzdür, adlarda onlar əslində ayrı yazılmalıdır. Qaydası budur. Amma bitişik görürükmü? Bəli, bitişik görürük. Məsələn, belə bir nümunə var. Əgər insansansa, sev insanları. Baxın, burada sözün kökü İnsan, san, şəxs sonluğu, sa nə olacaq? Özü də bitişik yazılıbdır. İsə hissəciyin qısaldılmışı. Çünki ismə artırılıbdır. İsə hissəciyin qısaldılmışıdır. Adların üstündə həmişə hissəcikdir. Və yaxud da məsdərin və fiili sifətin üzərində görəndə də d-mışsanı, yəni 100% bilin ki, oradakı da hissəcikdir. Səbəb də budur hissəci olmasından ki, o təsriflənən feil deyil. Təsriflənməyən feillərin üzərində zaman və yaxud da şəkil şəkilçi ola bilməz. Məsəl üçün, belə bir nümunə yazıram. Buradan yazım. Məqsədim oxumaqdır.
Buradakı d məstərin üstündə oxumaq məstər şəkilçisi d idi hissəci idi və yaxud da oxumaqmış da yaza bilərdim, oxumaqsa da yaza bilərdim, fərqi yoxdur. Hamısında hissəci olası idi. Ona görə ki, təsriflənməyən feildir, təsriflənməyən feilin üstündə yalnız hissəci ola bilər, zaman və yaxud da şəkil şəkilçisi olması mümkün deyil. Və soruşarsınız ki, bəs feili bağlamanı niyə buraya yazmamışam? Çünki feili bağlama ümumiyyətlə idi imiş, isənən, işlənə bilmir. Bunların qoşulduğu sözlər cümlənin yalnız xəbəri ola bilər. Feili bağlama isə xəbər ola bilmədiyinə görə bunlarla işlənə bilmir. Sizin üçün hansı mövzu maraqlıdırsa, onu rəylərdə qeyd eləyin. Mən də növbəti videolarımızda onları nəzərə alım.